Değerli izleyiciler, bugün biz bir gün önce ameliyat olmuş pasiyentinin, yani xəstəlik prosesi haqqında istədimsə məlumat verin. Siz hansı rayona gəlmişsiniz? Uzun Alpakent. Hə, Uzun rayona gəlmişsiniz. Necə olmuşdu yəni? Sizdə bu xəstəlik necə aşkarlandı? Yəni, hansısa bir şərait var idi, boğulma, sıxılma əlamətləri var idi? Bəli, doktor, boğulma var idi, mərsizləşdirirdi, təcrübə gündə qalxırdı. Arada məndə elə hal baş verirdi ki, təmiz oksigen almaq istəyirdim. Tənginəfəs oldu, boğulma. Boğulma. Sonra sizdə uzun müayinəsi oldu, göğün aşkarlandı və biyapsi oldu. Biyapsiya oldu. Biyapsiya nəticəsində bir şübhəli gəldiyindən əməliyyat qərarı verildi. Siz ülviyə doktoru haqqında da, və ülviyə doktor müayinədən keçirdikdən sonra içəri əməliyyat sünicə yönləndildi və əməliyyat oldu bir nəfəsi. Necə hiss etdiniz? Əməliyyat necə keçdi? Çox yüngül. Əlləriniz var olsun doktor. Buradakılar da səliqə cəman, hamısı yerində. Çox yaxşı xidmət Çox edərdilər. gözəl. Beş narazıda, bilmədiyi iki nəfər əməliyyat oldu. İnanın, heç məqəti məndə ayrı bir heç nə baş vermədi. Çox yüngül. Gəldiyimə də çox şükür eləyirəm ki, sizin kimi həkimin xəstəsiyəm. Allah şəfa versin, Çox razıyım. Biz bu pasiyentə əməliyyatdan sonra müəyyən məlumatlar var, onları veririk. Yəni, ən çox verilən suallar da bizə budur ki, əməliyyatdan neçə gün sonra, yəni sağ olunmalıdır, neçə gündən sonra iş qəbul edə bilər. Onları, yəni sırf bizim məlumat vərəqəmiz var, orada qeyd olunur. Yəni, 3 gün sonra xəstə pasiyent yaranı açıb, yuyuna bilər, yarıya su dəymək. 3 gündən sonra, yəni yaranı normal bir həftə müddətlə sağ olunmalıdır. Bir həftədən sonra sağlığa ehtiyac yoxdur. Və 3 gün müddətində bu pasiyentlərə, yəni boğazda ağrılar, bulma zamanı ağrı olur deyə sorma tabletkalar verilir və ağrı zamanı ağrı bildiğiniz ağrı kəsici istifadə olunur. Və əməliyyatdan 3 gün sonra, yəni 3 gün müddətində sulu yeməklər istifadə etməlidir, yəni quru yeməklərdən istifadə etməsi daha məqsədlidir. Və 3 gündən sonra isə normal qida qəbul edirlər. Bir də pasiyentlər biz nə tapşırırıq, yəni bir ay müddətində 3 kilo ağrı şeyi düzəlməsə, yaxşı, yəni onlara fikir verir. Çünki ağrı şeyi düzəlməsə, əl bir şey götürür, yarıya gələcək düşür. Bu isə yarada çabuk sağlıq olmalıdır. Və daimi yazacağımız dərman əməliyyatın həzmlə bağlıdır. Yəni, introksin, yəni, levatoksin verir pasientlərə. Bunlar da bir ay sonra təkrar müayinə gəlirlər və bir aydan sonra alınmış qan nəticələrindən uyğun olarlar. Yəni, dərman dozasını azaldır, ya artırılır. Bu haqqında pasiyentə məlumat verilir, pasiyentin yaxınlarına məlumat verilir ki, yəni bu razılığımız, yəni reseptdə həm dərmanlara riayət etsin. Allah şəfa versin, sizə də keçmiş olsun. Mən deyərdim ki, çox xəstəliyi olan adamlara müraciətim olur ki, olmasın. Allah rəsədir. Çox sağ olun. Yaşamaq geçəkdir, onu yəni. Sağlam yaşamaq. Sağ olun. Sağ olun. Təşəkkür ederim.